dostlar, idman hamı üçün verilişinin bugünkü mövzusu güləşdir və mən sizləri bir nömrəli güləşçilərimizin arasından salamlayıram. Salam. Nə lazımdır abala? Mən güləş idman növündən məşğul olmaq istəyirəm. Güləşin hansı idman növündən? Güləşdə fərqi nədir ki? Necə fərqi nədir? Fərqini indi bilərsən. Birinci sərbəst güləş sevir kontakt vəziyyəti yaxından. Bu vəziyyətdə olmalı. Yəni bu vəziyyətdən olanda artıq passivlik göstərir. Həm qırmızı güləşən güləşçi, həm də göy güləşçi. Bu vəziyyətdə olmalısan kontakt var. Bu vəziyyətdə başla zərbə vurmaq olmaz, əli gözə salmaq olmaz. Olur da məsələn bu müddətlərdə vururlar. Yəni bunlar qadağan olunmuşdur və bu müddətdə hakim xalq xəbərdarlıq verir və bu vəziyyətdə məsələn əli qatlamaq olmaz. Bəzi fəndlər var ki, idmançılara icazə verilmir onlar eləmək. Bu yəni boğucu fəndlərdir. Belə fəndlərə, yəni Yunan-Roma güləşində icrasına icazə verilmir. Çünki boğucu fənd gedir. Həm də iki əllə başı tutmağı idmançıya icazə verilmir. Əvvəllər milli güləş üzrə yarışlarda Azərbaycan güləşçiləri milli şalvarlarda güləşirdilər, geyimlərdə. Daha sonra güləşçi geyimi triko ilə güləşirdilər. Güləşçilər əvvəlcə kvadrat döşəkdə güləşirdilər. Hal-hazırda eyni uzunu 12 metr olan 9 metr dairədə güləşirlər. Güləşçilər əvvəlcə 20 dəqiqə güləşirlər, sonra 12 dəqiqə güləşirlər. Sonra 3 dəfə 309 dəqiqə güləşirlər. Daha sonra 2 dəfə 5-5 güləşirlər. Son zamanlar 2 hissədə 6 dəqiqə güləşirlər, 2 dəfə 3-3. Bizim ailədə qardaşlarım, iki qardaşım, yəni güləşlə, sərbəst güləşlə məşğul olublar və əmim oğlum da güləşlə məşğul olub və məni sərbəst güləşə cəlb etmək istəyirdilər. Görürdülər ki, idmana sevgim var, idmana yəni cəlbdiyimi yəni görmüşlər. Doğrudan da güləşə həvəs məndə yarandı və məni əmim oğlu indiki və indiyənə qədər də mənim şəxsi məşqçim Vahid Məmmədovun yanına gətirdi. Müstəqil olaraq 93-cü ildən artıq mən Avropa Dünya çempionatlarına qatılmağa nail olmuşdum. İlk yarışım 94-cü ildə İtaliyanın Roma şəhərində sərbəst güləş üzrə Avropa çempionatında qızıl medal qazandım. Hamının bildiyi ilk güləşə gələndə dəyirman fəndidir. Artıq bu vəziyyətdən, baş bu vəziyyətdə olmamalı. Baş buradan artıq izr eləyirsən dəyirman fəndini. Bütün vəziyyətlər gedir kontaktdan. Bu vəziyyətdə məsələn girdin, artıq tək ayağa girmək. Burada da addım olmalı. Bütün hərəkətlər olmalıdır addımla. Rəqibi tarazlıqdan çıxardırsan. Bu vəziyyətdə yenə girdin, məsəl üçün buradan belə girirsən. Başı qolu tutaraq bel üzərinə atma fəndidir. Pedro fəndi adlanır bu. Tək qoldan Pedro fəndidir. Sinə üzərinə atmadır. Take
güləş idman növü artıq Azərbaycanda hardasa 1925-ci ildən inkişaf elətdirilməyə başlayır. Rəşid Yusubov, Sağlı Süleyman və başqaları. Daha sonra Azərbaycanda ilk dəfə güləş yarışlarında Rıza Baxşəliyev öz gücünü sınamağa başlayıb və dəfələrlə Azərbaycan çempionu olub. Azərbaycanda sərbəst güləşin əsasını qoyub, onun banisidir. Ondan sonra deməli İbrahim Paşa Dadaşov bu işin davamçısı olub. İlk Azərbaycanlı güləşçimiz Olimpiya oyunlarında Rəşid Məmmədov SSR-nin yığma komandası Olimpiya oyunlara qatıldığı vaxtı 1952-ci ildə artıq gümüş medal qazanıb. Helsinki Olimpiya oyunlarında Aydın İbrahimov 1964-cü ildə Tokyo Olimpiyadasında bürünc medal qazanıb. Buradan girdin, biz ona zaşaqni deyirlər. Ayaqla sinə üstündən atma. Və bu vəziyyətdə başladım, girdin, buradan. Bu artıq indiki qaydalara uyğun olaraq 4 xaldır. Yenə bu vəziyyətdə məsələn girdin, cüt ayağa. Bu vəziyyətlər var ki, əsas sərbəst güləşdə icra olunandır. Ayaq üstündə bəzi fəndlər var ki, parterə salmalardır. O qolu perivot fəndi adlanır. İndi idmançılar onu icra edəcəklər. Qolu dartaraq arxasına keçir idmançı və orada bu fənd 2 xalla qiymətləndirilir. Başdan qolun altından keçərək belinə nurok fəndi adlandırılır. Bu da 2 xalla qiymətləndirilir. Ümumiyyətlə, Olimpiya oyunlarında iştirak etdiyimiz dövrdə Azərbaycan idmançıları 23 Olimpiya medalı qazanmışlar və ilk Azərbaycanlı idmançımız Olimpiya çempionu Namiq Abdullayev Sidney Olimpiya oyunlarında qızıl medal qazanmışdır. Ondan əvvəl Atlanta Olimpiya oyunlarında gümüş medal qazanmışdır. 1996-cı ildə Atlanta yay Olimpiya oyunlarında bütün rəqiblərimə qalib gəlmişdim. Finaldan qabaq hamı, bütün mütəxəssislər də orada söyləyirdilər ki, çox ağır bir görüş olacaq. Veteran Valentin Yardanov, Bolqar güləşçisi, 7 qat dünya çempionu, 5 qat Avropa çempionuna qarşılaşacaqdım. Əfsuslar olsun ki, bu final görüşündə hakimlərin haqsızlığı üzündən mən gümüş medal qazandım. Final görüşünə də olan dərimiz özü seyr etmişdik, görmüşdü ki, orada haqsızlıqlar üzləşmişdim və vətənə döndükdə gümüş medalımı qızıl medalçı kimi mükafatlandırdı. Doğrudan da bu mükafat bizim tək mənim yox, bütün idmançılarımıza ruh yüksəkliyi gətirdi və mən də öz nömrəmdə o görüşdə olan dərimizə söz vermişdim ki, bu gümüş medalımı Sidney Yay Olimpiya oyunlarında qızıl medala çevirəcəm. Doğrudan da şükürlər olsun ki, mən Sidney Yay Olimpiya oyunlarına iddialı getmişdim və Olimpiya çempionluğu adını qazandım. Namiq Abdullayev. O fəxri kürsüdə olanda doğrudan da böyük bir, onu sözlə hər zaman ifadə eləmək olmur. Bayraq qalxır, himn səslənir. Yəni, bundan böyük bir fəxarət ola bilməz. Rəqiblə kontaktı olmasın. Tərpətdin, ayaq vəziyyətinə baxsınız, o artıq ayağa girmək. Parteldə də. Məsəl üçün, burada əli qatlamaq olmaz. Ayağı bu vəziyyətində olmaz.
Yəni bu var ki, bunlar qadağan olunmuş fəndlər. Fırlatma fəndidir, nakat adlanır. Bu da 2 xalla qiymətləndirilir. Sonra parterdən qaldırıb atmalardır. Yana və arxa vəziyyəti atma olur. Çək. Ya bu hər 2 fənd 4 xalla qiymətləndirilir. Fərid Mansurov 2004-cü ildə Yunanistanda öz sözünü deməyi başardı və Yunan-Roma güləşi üzrə Olimpiya çempionu oldu. 2008-ci ildə növbəti Olimpiya oyunları Çin Xalq Respublikasının Pekin şəhərində baş tutdu. Burada güləşçilərimiz 4 medal qazanmağı başardılar. Rövşən Bayramov və Vitali Rəhimov Yunan-Roma güləşi yarışlarında 2 gümüş medal qazandılar. Mariya Stadnik qadın güləşçilər arasında bürünc medal qazandı. Xetak Qazyumov sərbəst güləşçilər arasında bürünc medal qazanmağı başardı. 2012-ci ildə güləşçilərimiz 7 medal qazandılar. Bunlardan ikisi qızıl medal idi. Toğrul Əskərov və Şərif Şərifov gümüş medal qazandı. Stadnik Mariya və Rövşən Bayramov. Bürünc medalları isə Emin Əhmədov, Xetak Qazyumov və Yuliya Ratkeviç qazandılar. Daha sonra 31-ci yay Olimpiya oyunlarında Braziliyanın Rio de Janeiro şəhərində güləşçilərimiz 9 medal qazanmağı başardılar. Bunlardan 3'ü gümüş oldu. Mariya Stadnik, Toğrul Əskərov və Xetak Qazyumov. Digər 6 güləşçimiz bürünc medal qazandılar. Fəndə, dəyirman fəndinə girdim, fəndi icra eləməyə başlayıram. Tarazlıqdan çıxar. Şərt o deyil ki, mən artıq hazırlamışam dəyirmana girdim, qol çıxır. Çıxan vaxt artıq otururam fəndə. Belə vəziyyətlər olur Yunan-Roma güləşində. Başdan qolu tutur idmançı. Əl, idmançı da burada olmalıdır. Ya, bu hissədə olmalıdır, gövdə hissəsində. Əgər idmançı əlini bura qoyarsa, onda hakim fit verir və yenidən həmənki vəziyyətə qayıtıb güləş davam edir. Əlbəttə ki, mən həmişə istəmişəm ki, yeniyetmələrimiz və gənclərimiz asudə vaxtlarını səmərəli istifadə eləsinlər. Bilirsiniz ki, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə dövlət tərəfindən nəinki Bakıda, Bakı şəhərində, digər regionlarda möhtəşəm olimpiya kompleksləri, idman zalları tikilib istifadəyə verilib. Onları möhtəşəm zallarımıza, olimpiya komplekslərimizə, idman zallarına dəvət edirəm. Bu idmanla məşğul olsunlar, sağlam olsunlar və təsirlərində də müvəffəqiyyətlər qazansınlar. Bu qaldıraraq arxaya atmaqdır. Bir də qaldıraraq yana atmalardır. Deməli, rəqibin qolunu vuraraq atmalardır. Yəni, bu terminologiya ilə biz gündəlik məşqlərdə bunun adını vertuşka deyirik. Bu da 4 xallıq icra olunan fənddir. Elə tura. Bu Yunan-Romada bu fənd icra olunur. Elə vertuşka ilə 80. Yunan-Romada da icra olunur, bizdə də. İndi bildin fərqi nədir? Bəli, bildim. İndi hansı idman növünü seçirsən? Yunan-Roma. Sənə uğurlar.
Əziz idman sevərlər, bugün də güləşin sirlərini öyrəndik. Mən isə sizinlə sağollaşıram. Gələn həftə görüşmək ümidi ilə. Bu vaxt ərzində idmanla məşğul olmağı unutmayın. Hələlik.